Hətta bəzimiz razı oluruq ki, hətta evimizin içində gətirək o küfür televizorlarda da işlək. Ona görə, axı, bacarırsan evində krosla qoymayın. Müsəlmanların xəstəliyindən biri bugün evlərində arvad uşağını yanında krosla qoyub gedirlər. Qoyma onu. Ailənin özərindən yıxırsan. Çünki psixoloji alimlər onu deyir ki, kişi necə təsirlənirsə, əcnəbi qadınlara baxanda, qadın da əcnəbi kişilərə baxanda yenə təsirlənir. Əgər sən televizora baxanda yarı çılpaq, gözəl bir qız görəndə nəfsi ona meyl edirsə, bilginlə sənin zövcən gözəl bir oğlan görəndə nəfsi ona meyl edir. Deyir, arvadının evdə əxlaqı dəyişməsi onun başqasında meyl olmasıdır. Ona görə axı, zövcələrinize yaxşı fikir verin. Kişilərin içində çıxartmayın evə. Qoruyun evdə. Televizor açıb evdən getməyin. Çünki bunun xeyrinin hamısı sizə qayıdır. Ona görə zinakarlardan soruşsan ki, zina eləyəndən sonra ən qəzəbına düşər olan insan kim dərəcək? Mənim zövcəm. Mən bunu şəxsən soruşmuşam zinakarlardan. Deyir, zina elib gələndə deyir, ən birinci nifrət elədiyim arvadım olur. Qadın deyə dəxi. Ailəmizi hamımız çalışaq, iman üzrə quraq. Ailəmizi iman üzrə quraq. Qardaşlar, bugünkü gündə nəyə görə çox insanlar ailəsini tərbiyə elə bilmir? Çünki şiddət heç vaxt fayda vermir. Əxlaq lazımdır ailəni tərbiyə eləmək üçün. Əgər kişi dinində düzgün olmazsa, arvadı heç vaxt düzgün olmaz. Sən necə ola bilər ki, namaza yatasan, sonra durub arvadına deyirsən, namaz niyə qılmırsan? Çünki arvad sağa baxır, sən dinini necə yaşayırsan. Arvad səndəki qeyrəti, səndəki məhdiyi, səndəki imanı gördükdə özünü qınayacaq. Və neçə qardaşların qadınları haqqında mənə danışılıb ki, qardaşlar heç bir dəfə də olsa yoldaşına namaz qıl deməyib. Lakin imanına görə, əxlaqına görə yoldaşı dil çöküb yanında deyir ki, mənə İslamı öyrətkinəm. Çünki sənin bu əxlaqın, belə əxlaqlı olmağını sən dindən görürəm. Qardaşlar da olub ki, arvadına hətta boşamaq dərəcəsini çatıb namaz qıldıra bilməyib. Nəticə hamısı ondaki xələldir. Və bəzi bacılardan mənə zəng gəlib ki, deyir ki, yoldaşıma nəsiyyət eləyən ki, mənə namaz öyrətsin. Hansın qardaş, saqqallı qardaşlardandır. Ona görə, əxi, ailəni islah eləmək istəyirsənsə, ən birinci özünü islah eləyin. Ailədə aşıqqa buraxmayın. Zövcənin yanında söz verib yalına çıxmayın. Zövcənin yanında heç vaxt alçalmayın. O mənada ki, zövcən səni görməsin, kiminsə yanında alçaldığını. Zövcənin yanında yalan danışmıyor, əxi. Bunların hamısı əxlaqa təsir edir.